Sözüm tamam, ya Abdullah, xahiş edirəm sizdən. Bu məclisdə olar ki, bizi bütün bu evlərdən təmizləyəsən. İza əradəllah bi əbdin xeyra hədisini dedim. Allah bir bəndəyə xeyir vermək istəsə, nə dedi? Onu öz eyiblərindən agah eləyər. Başqa hədis də yadıma düşdü. Buyurur, İza əradəllah bi əbdin xeyra qəzəfə fi qəlbihi hubbəl Hüseyn və hubbə ziyarətih. Allah bir bəndəyə xeyir vermək istəsə, ürəyində Hüseynin məhəbbətini yerləşdirər və Kərbəla ziyarətinin məhəbbətini yerləşdirər. Bilmirəm biz nə eləmişik ilahi, mən bilmirəm. Amma deyəsən bizə xeyir vermək istəyirsən ki, bu məhəbbət ürəyimizdən silinmir. Bu məhəbbət bizim ürəyimizdədir. Bu ümid yerimizdir bizim. Bunu bizdən alma, xahiş edirəm. Bunu bizdən alma.